İmam Hüseyin aleyhisselamın Kərbəlasını bildiği ki, İmam Hüseyin aleyhisselam Kərbəlada kim idi? Eğer bize sual verseler ki, İmam Hüseyin aleyhisselam Kərbəlada mövzusu hakkında bir söhbət elə, azdan çoxdan söz tapıb danışa bilərik ki, İmam Hüseyin aleyhisselam Kərbəlada bu cür işlər gördü, fədakarlıq göstərdi, qəhrəmanlıq göstərdi. Necə Həzrəti İbrahim Peyğəmbər Minada tövhid qəhrəmanı oldu. İmam Hüseyin aleyhisselam da Kərbəlada bənzərsiz bir tövhid qəhrəmanına çevrildi. Balaların qurban verdi, özünü fəda elədi. Amma sual verilsə ki, mövzu qoyulsa ki, İmam Hüseyin aleyhisselam adi həyatda. Çünki 57 il ömür eləyib İmam Hüseyin aleyhisselam, Kərbəlası ömrünün axırında 5-6 ayında baş verdi. Amma bu 57 ilə qədər ağanın bir həyat tərzi var axı. Hətta mən deyərdim ki, İmam Hüseyin aleyhisselamın bu mövzuda təkcə Kərbəlasını kənara yox, imamətini də qoyaq kənara. İmam Hüseyin aleyhisselama nə Kərbəla gözü ilə baxaq, nə də bir imam kimi baxaq, bir insan kimi baxaq. Adi bir insan. Düzdür, imaməti onun məqamıdır. Düzdür, Kərbəlada ağanın əzəməti zahir oldu, aşkar oldu. Amma adi həyatda onun kimliyi haqqında nə deyə bilərik? Əsas sözümüz bax budur ki, ayə və hədislərə baxanda görürük ki, əzəmətli insana kərim insan deyirlər. Ən çox hədislərdə bu cür gəlib. Əzəmətli insan hədislərdə da bu cür getmir ki, əzəmətli insan. Hədislərdə bu cür gedir ki, kərim insan, kəramətli insan. Öz dilimizdə desək, yəni böyük adam. Böyük adam, kəramətli adam kimə deyərlər? Bunun sifətləri var, hədislərdə gəlib ümumiyyətlə. Çünki hər bir insan özünə böyük adam deyə bilər, böyük insan deyə bilər. Və hər bir insan böyüklüyü bir şeydə görə bilər. Burada oturanların hərəsinə bir sual versək ki, böyük adam kimə deyərlər? Hərə bir cavab deyər. Amma əsas cavabı yəqin ki, bizə hər sahədə olduğu kimi bu sualın cavabında da hədislər deyəcək. Çünki İmam Muhammed Baqir əleyhissalam buyurur ki, hara getsöz, düz cavabı ancaq bu ocaqdan, Əhl-i Beyt ocağından eşidə bilərsiniz. O cavabları ki, hədislər, məsumlar bizə bəyan eləyib və böyük adamın xüsusiyyətlərini sahib ki, bax bu sifətlərə yiyələnənlər böyük adamlardılar. Və siz də həyatda əsl böyük adamdan dırnaqarası böyük adamı səhv salmayın. Bilin ki, əsl kəramətli, əzəmətli, böyük insan hansı sifətlərə yiyələnməlidir? Ümumiyyətlə, hansı sifətlər olandan sonra buna bu adı verəndə, bəli, sən sözün haqqını əda eləmiş olarsan. Mən hədislərə keçməmişdən qabaq buna istəyirəm bir neçə cümlə ilə məntiqi bir cavab verək, sonra hədisləri oxuyum. Baxın, insanın iki cəhəti var. Başqa varlıqlarda yoxdur bu. Məsələn, heyvanlarda yoxdur. Onlarda elə bir cəhət var. Mələklərdə də bir cəhət var. Amma insanda iki cəhət var. Onun biri heyvaniyyət cəhətidir, biri də insanlıq cəhəti. Heyvaniyyətlə insaniyyət insan adlı varlıqda cəmlənib, tərkib tapıb. İnsan bu iki xüsusiyyətdən, cəhətdən tərkib tapıb. İnsanın heyvaniyyətinə aid xüsusiyyətlər də var. İnsanlığına aid xüsusiyyətlər də var. Heyvaniyyətinə aid xüsusiyyətlər yemək, içmək, evlənmək, qəzəb, şəhvət, tamah, biraz da o tərəfə geçsək, hiləgərlik, allatmaq, qəzəb, şəhvət. Bax, bunlar heyvanlıq cəhətidir. Həsadət,
ancaq mənəmçilik mənim olsun. Bax, bu insanın insanlıq cəhətinə aid olan xüsusiyyətlər deyil. Bir də var insanın insanlığına aid xüsusiyyətlər. Məsələn, iffət, paklıq, həya, ədəb, düzlük, doğruluq, şücaət, səbr, iman, təqva, bax bunlar insanın insanlığına aiddir. Bunu ona görə deyirəm ki, istəyirəm bu sualın cavabını verək ki, böyük insan, əzəmətli insan kimə deyərlər? Cavab budur ki, böyük insan insanlığının üzərində işləyib, insanlıq cəhətini böyüdən adama deyirlər. O adam ki, iffətinin üstündə işləyib, həyasının, ədəbinin, imanının, səbrinin üzərində işləyib, həmin bu xüsusiyyətləri özündə böyüdüb. Bu xüsusiyyətlər böyüdükcə insanın insanlığı da böyüyür və olur nəhayətdə böyük insan. Amma bəziləri var ki, insanlıq cəhəti yaddan çıxır, heyvaniyyətə aid xüsusiyyətlərin üzərində işləyir, bəli, tamahın böyüdür, şəhvətin böyüdür, qəzəbin böyüdür, hiyləgərliyin böyüdür, mənəmçiliyin böyüdür, təkəbbürün böyüdür, paxıllığın böyüdür. Mənəviyyat, insaniyyət yaddan çıxır. Yaxşı bir adamın tamahı böyüdüsə, qəzəbi böyüdüsə, şəhvəti böyüdüsə, ağlımızla sual verəndə ona böyük adam demək olar? Yox. Ona sadəcə böyük canlı deyə bilərsən. Amma böyük insan, ya insanlığı böyük deyil ki. Onun baxırsan iffətindən, həyasından, ədəbindən əsər əlamət yoxdur. Amma baxırsan, maşallah, tamah nə qədər istəyirsən, şəhvət nə qədər istəyirsən, qəzəb nə qədər istəyirsən, paxıllıq nə qədər istəyirsən, kin nə qədər istəyirsən, adam allatmaq nə qədər istəyirsən, heç heyvan o qədər adam allada bilmir, heyvan heyvanı o cürünə allada bilmir. Amma insan yırtıcılıq,